Lev Nikolayevich Tolstoy, Oğrunun oğlu. Bir şəhərdə, məhkəmədə riyaset heyəti üzvləri yığışmışdılar. Aralarında kəndçi, zədəgan və tacirlər də vardı. Riyaset heyətinin başçısı çox hörmətli tacir İvan Akimoviç Belov idi. Yaşadığı düzgün həyata, namusla işlərini apardığına, heç kəsə kələk gəlmədiyinə, İnsanlara yardımına görə bütün hamı bu tacirə hörmət edirdi. O yaşlı idi. 70-ə yaxın yaşı vardı. Rəiset heyəti toplaşdı, and içildi və yerlərində əyləşdilər. Və onların qarşısına canini gətirdilər. Hansı ki bir kişinin atını oğurlamışdı. Elə onu mühakimə etməyə hazırlaşmışdılar ki, İvan Akimoviç Belov qalxdı və hakimə dedi: "Məni əfv edin, cənab hakim, mən mühakimə edə bilmərəm." Hakim təəccübləndi. "Necə yəni?" dedi. "Axı niyə?" "Edə bilmərəm. Məni məhkəmədən buraxın." Və birdən İvan Akimoviçin səsi titrədi və o ağladı. Elə ağladı ki, danışa belə bilmirdi. Sonra özünə gəlib hakimə dedi: "Bacarmaram, cənab hakim. Siz bir düşünün, bəlkə mən və mənim atam bu oğrudan betərik. Mən özüm kimi birini mühakimə edə bilmərəm, bacarmaram. Məni buraxın. Sizdən xahiş edirəm." Hakim İvan Akimoviçi buraxdı. Sonra axşam öz yanına çağırdı və soruşdu ki, "Siz niyə məhkəmə iştirakından imtina etdiniz?" Görün bir nəyə görə. Və İvan Akimoviç öz əhvalatını danışdı. Siz elə düşünürsünüz ki, mən tacir oğluyam və sizin şəhərdə doğulmuşam. Bu həqiqət deyil. Bu yanlışdır. Mən kəndçi oğluyam. Mənim atam mujik idi. Ətrafda tanınan mahir oğru idi. Çox yaxşı insan idi, lakin həmişə sərxoş olurdu. Və elə vəziyyətdə olan zaman anamı döyürdü, dalaşırdı, ən pis iş görməyə hazır olurdu. Sonra isə peşmanlıq çəkirdi. Bir dəfə məni özü ilə oğurluğa götürdü və bu gedişlə məni xoşbəxtliyə apardı. Əhvalat belə olmuşdu. Atam və başqa oğrular meyxanada oturub necə qənimət əldə etmək haqda danışırlarmış. Atam onlara deyib: "Bilirsiniz nə var uşaqlar? Tacir Belovun anbarını tanıyırsınız, hansı ki küçəyə çıxır. Hə, bax o anbarda çoxlu qənimət var. Yalnız ora necə girmək haqda mən düşünüb yol tapmışam. Anbarda pəncərə var, lakin hündürdədir. Həm də dardır. Böyük insan ora keçə bilməz. Mənim cəld bir oğlum var." Yəni məni deyir. "Biz onu özümüzlə apararıq. Kəndirlə belini bağlayarıq, pəncərədən içəri salarıq. Bir kəndiri isə əlinə verərik. Həmin kəndirə oğlan qənimətləri bağlayar, biz isə çəkərik. Lazımi qədər qənimət əldə etdikdən sonra oğlanı da yuxarı çəkib qaldırarıq." Oğruların bu fikir xoşuna gəlib və deyiblər: "Hə, oğlanı gətir gəl." Budur, atam evə gəlib məni səsləyib. Anam soruşub ki, uşaqdan nə istəyirsən? Çağırıramsa demək mənə lazımdır. Anam deyib, küçədədir, onu çağırma. Anam bilirdi ki, atam sərxoş olan zaman onunla mübahisə etmək olmaz. Kötəkləyə bilər. Arxamca gəlib məni səsləyib. Sonra atam mənə dedi: "Vanka, sən dırmaşa bilirsən?" Mənsə, "Hara istəyirsən dırmaşaram" dedim. Onda deyir, "Mənimlə gedək." Anam onu fikrindən döndərməyə çalışdı. Atam isə üstünə çımxırdı. Qadın da sustu. Atam məni giyindirib özü ilə apardı. Meyxanəyə gətirdi.
Mənə qəndlə çay verdilər, yemək də. Orada gecəyə qədər oturduq. Elə ki hava qaraldı, üçü də qalxdı. Məni də özləri ilə götürdülər. Həmin tacir Belovun anbarına gəldik. Belimə kəndir bağladılar, o birini isə əlimə verdilər və məni qaldırdılar. Qorxmursan? Soruşdular. Nədən qorxmalıyam ki? Mən heç nədən qorxmuram dedim. Pəncərəyə çıx dedilər. Və orada olan yaxşı şeyləri tap. Xəzləri filan. Onları kəndirə bağla. Hansı ki əlindədir. Özü də ortadan bağla ki, biz dartan zaman ucu səndə olsun. Anlayırsan? Dedim ki, anlayıram. Budur məni pəncərəyə qaldırıb qoydular. Və məni kəndirlə aşağı buraxmağa başladılar. Mən hər şeyə əllərimlə toxunurdum. Görməyinə heç nə görmürdüm, qaranlıq idi. Yalnız toxunurdum. Elə ki əlim xəz olan nəyəsə dəyirdi, onun kəndirin ortasına bağlayırdım. Elə bağlayırdım ki, ucu məndə olsun. Onlarsa kəndiri qaldırırdılar. Sonra yenə kəndiri çəkib yenə bağlayırdım. 3 dəfə bunu etdim. Sonra kəndiri özlərinə çəkdilər. Deməli, məni yuxarı qaldıracaqdılar. Əlimlə kəndiri tutub durmuşam. Onlar məni qaldırırlar. Elə yarıya qədər dartmışdılar ki, kəndir qırıldı. Mən aşağı düşdüm. Yaxşı ki, yastıq üzərinə düşdüm. Əzilmədim. Yalnız sonralar öyrəndim ki, onları nəzarətçi görübmüş. Səsküy qaldırıb. Onlar da oğurluq mallarını götürüb qaçıb gediblər. Onlar qaçdılar, mən soğuqda qaldım. Qaranlıqda uzanmışdım. Məni dəhşət bürüdü. Ağlayıb qışqırırdım. Ana, ana, anacan. Və qorxudan, ağlamaqdan bütün gecəni yatmadım. Sonra özüm də bilmədən yastığın üstündə yuxuya getmişəm. Bir də oyandım ki, əlində fanar qarşımda polislə birlikdə həmin tacir Belov durub. Polis məni sorğu-sual etməyə başladı. Kimlə bura gəlmisən? Dedim ki, atamla. Bəs atan kimdir? Və mən yenə ağlamağa başladım. Qoca tacir Belov isə polisə dedi. Allah köməyin olsun. Uşağın qəlbi təmizdir. Onu incitmə. Atasını satmaq ona yaraşmaz. Nə getdisə, getdi. Rəhmətlik, yaxşı insan idi. Allah ona rəhmət etsin. Onun qoca qarısı isə ondan da mərhəmətli biri idi. Tacir məni özü ilə apardı. Mənə dadlı şeylər aldı. Mən də ağlamadım. Uşaqlar aydın məsələdir, nələri görüb sevinirlər. Səhəri gün evin xanımı məndən soruşdu. Evə getmək istəyirsən? Bilmədim nə cavab verim. Dedim ki, istəyirəm. Bəs mənimlə qalmaq istəyirsən? Mən də dedim ki, istəyirəm. Onda qal dedi. Elə o vaxtdan orada qaldım. Qalıb onlarla yaşadım. Mənim üçün kağız sənəd düzəltdilər ki, atılmış uşağam. Himayələrini aldılar. Əvvəlcə dükanda çıraq oğlan kimi çalışdım. Sonra böyüdükcə məni dükana icraçı etdilər. Deyəsən yaxşı çalışırdım. Bir də onlar çox yaxşı insan idilər. Məni elə sevdilər ki, qızlarını mənə ərə verdilər. Məni oğul əvəzi etdilər. Qoca öləndən sonra isə bütün malikanə mənə qaldı. Bax belə. İndi mən özüm doğruyam. Atam doğrudur.
Bəs insanları necə mühakimə edə bilərəm? Bir də ki, xristian işi deyil, cənab hakim. Biz bütün insanları əfv edib sevməliyik. Əgər adam oğrudursa, yolunu azıbsa, ona cəza vermək yox, mərhəmət göstərmək lazımdır. Bax, İvan Akimoviç hakimə bunları dedi. Hakim sual vermədi, fikrə getdi. Düşündü ki, xristian qanununa uyğun insanları mühakimə etmək olarmı?